Salam, bugün çox maraqlı və super faydalı bir mövzumuz var. İngilis dilində rənglər. Elə gündəlik həyatda işinizə yarayacaq ən sadə ifadələri birlikdə öyrənəcəyik. Necədir? Hazırsınızsa başlayaq. Yaxşı, gəlin başlayaq. İngiliscə rənglər haqqında necə danışmaq olar, hə? Gəlin ən təməlindən, ən sadə sualdan irəliləyək. Deməli, ilk olaraq öyrənəcəyimiz şey çox sadədir. Hər hansı bir əşyanın, məsələn, bir qələmin, bir kitabın rəngini necə soruşmaq olar? Bu, yəqin ki, gündəlik danışıqda ən çox lazım olan suallardan biridir. Baxın, ilk sualımız ekrandadır. What color is your pencil? Diqqətlə qulaq asın tələffüzünə. İndi gəlin bu cümləni növbəti slaydda biraz daha dərindən analiz edək. Və budur, cədvəlimiz bu işimizi çox asanlaşdıracaq. Deməli, İngiliscə sualımız belədir. What color is your pencil? Tələffüzü daha rahat olsun deyə, baxın qarşısında yazılıb, What color is your pencil? Mənası da çox aydındır, karandaşın nə rəngdədir? Gəlin bir yerdə təkrar edək, hazırsınız? What color is your pencil? Super. Yaxşı, sualı verməyi öyrəndik. Bu asan idi, elə deyil? İndi isə gəlin görək, bu suala necə cavab verə bilərik? Yəni, bir əşyanın rəngini necə deyirik? Cavab isə, inanın ki, daha da sadədir. It is green. Fikir verin, green deyəndə sondakı N səsi aydın eşidilməlidir. Gəlin bir də deyim, it is green. Çox sadə. İndi gəlin bu cavabı da cədvəldə təhlil edək, tam aydın olsun. İngiliscə deyirik, it is green. Tələffüzü necə olur? It is green. Mənası isə bu yaşıldır. Görürsünüz, necə də asandır. Gəlin bir dəfə də birlikdə deyək. It is green. Əla. Okey, əşyaların rəngini soruşmağı və cavablamağı bildik. İndi isə gəlin biraz daha şəxsi, daha səmimi bir suala keçək. Məsələn, kiminsə sevimli rəngini necə soruşmaq olar? Bu, bilirsiniz, buzları əritmək, söhbətə başlamaq üçün əla bir üsuldur. Aha, sualımız gəldi. What is your favorite color? Burada bizim üçün açar söz favorite, yəni sevimli sözüdür. Gəlin bu cümləni də yaxından incələyək. Və yenə cədvəlimiz köməyimizə çatır. Fikir verirsiniz, cümlənin quruluşu birinci sualımıza nə qədər çox bənzəyir. Deməli, tələffüzü belədir. What is your favorite color? Tərcüməsi də sənin sevimli rəngin nədir? İndi gəlin əsas fərqi yaradan o yeni, vacib sözə fokuslanaq. Bəli, budur bizim açar sözümüz, favorite. Tələffüzünə bir də diqqət yetirək. Favorite. Mənası isə bildiyimiz kimi sevimli. Bax, bu sözü yadda saxlamaq çox vacibdir. Çünki təkcə rənglər haqqında yox, ümumiyyətlə sevdiyiniz şeylər haqqında danışanda tez-tez istifadə edəcəksiniz. Beləliklə artıq son mərhələyə çatdıq. Yaxşı, bəs kimsə bizdən sevimli rəngimizi soruşsa, ona necə cavab verməliyik? Gəlin baxaq. Cavabımız belə səslənəcək. My favorite color is red. Gəlin hər sözü aydın şəkildə tələffüz edək. Məsələn, mən öz adımdan deyə bilərəm ki, mənim sevimli rəngim qırmızıdır. Gəlin sonuncu cümləmizə də cədvəldə baxaq, tələffüzü belədir. My favorite color is red. Mənası isə mənim sevimli rəngim qırmızıdır. Əslində bu cümlə ilə həm favorite sözünü, həm də istədiyimiz hər hansı bir rəngin adını məşq etmiş oluruq. Super deyil? Bəli, artıq iki çox vacib sual və onlara uyğun cavab formalarını bilirik. İndi isə gəlin öyrəndiklərimizi qısaca bir təkrar edək və məsələni tam möhkəmləndirək. Bax, bu slayd öyrəndiklərimizin çox əla bir xülasəsidir. Sol tərəfdə daha obyektiv bir sual var, yəni bir əşyanın rəngi haqqında. Sağda isə daha subyektiv, yəni şəxsi zövqə aid bir sual. Amma əsas məsələ nədir bilirsiniz? Hər ikisinin quruluşundakı oxşarlıq. Baxın, what is color? Bu cür qəlibləri yadda saxlamaq, inanın ki, ingilis dilini öyrənməyi çox asanlaşdırır. Və indi növbə sizdədir. Yaxşı, bəs sizin sevimli rənginiz nədir? Mən çox maraqlanıram. Rəylərdə bizə ingiliscə cavab verin. Bax bu şəkildə. My favorite color is və sonra da öz sevimli rənginizi yazın. Unutmayın, öyrənmənin ən yaxşı yolu təcrübədir. Bol-bol məşq etməkdir. Növbəti izahımızda görüşənədək, hələlik.